The inaugural meeting of the Board of Peace was held on February 19 in Washington, the capital of the United States. President of the Republic of Azerbaijan Ilham Aliyev participated in the meeting at the invitation of U.S. President Donald Trump. The event began with a family photo, followed by a speech from President Trump, stating that he settled 8 wars during his presidency. Donald Trump emphasized that he achieved peace between 2 very important countries and will never forget it. The U.S. President expressed his gratitude to the leaders of Azerbaijan and Armenia for the peace established in the region. Orada sonda əyləşən cənabı görürük. O gülümsəyir. Siz 30 ildən sonra sülhdə yaşamağı öyrənirsiniz, elə deyilmi? 30 il müharibə gedib və biz onun öhdəsindən gəldik. Sizə çox minnətdaram. Əla iş gördünüz. Siz dostumsunuz, ofisimə gəldiniz. Dediniz, mən 22 il, hətta 23 il mübarizə apardım. Bax, onunla. Onun həmkarı isə dedi, mən də 7 ildir rəhbərəm. Onunla mübarizə aparmışam. Biz isə 24 saatın içərisində işi yerinə yetirdik. Çox yaxşı sülh alındı. Düşünürəm ki, onlar artıq dostdur. Mən bəlkə bunu söyləməli deyiləm. Fikrimcə onlar artıq dostdur. Elə deyilmi? Qalxın ayağa, qalxın ayağa. Bunlar 2 möhkəm iradəli insanlardır. Elə bilirsiniz, asan idi? Yox, asan deyildi. 2 sərt insandır, amma yaxşı insanlardır. Oval ofisdə idik. Onlar ikisi də gəldi. Biri otağın bir tərəfində, digəri o biri tərəfində. Masa arxasında 2 gözəl oturacaq var idi. Biri otağın bir yerində, digəri başqa yerində. Dedim onlara, bəlkə bir-birinizə yaxın gələsiniz. Onlar biraz tərəddüd edirdi. 32 il idik ki, bir-birini məhv edirdi. Dedim, bir-birinizə yaxın dayanın. 1 saat keçdi və onlar yan-yana oturdular. Razılaşma etdik, bir-birinin əlindən sıxdılar, imzaladılar. Biz 2 mühüm ölkə ilə sülhün əldə olunmasına imkan yaratdıq. Heç vaxt unutmaram. Yavaş başladılar, sonra isə qəti addımlar atdılar. Siz özünüzdən çox fərəhlənə bilərsiniz. Gözəl hadisədir. Təşəkkür edirəm. Baxın, 32 il. Speeches from representatives of other participating countries were then delivered. The meeting concluded with the signing of the resolution of the Board of Peace defining the principles of financial integrity and transparency.